babasil xəstəliyi əməliyyatsız onun tam sağalması mümkündürmü? Babasilin konservativ, yəni dərmanlarla bir dəfəlik müalicəsi yoxdur. Mövcud babasil hamiləlik dövründə çox ağırlaşır. Və insan düşünür ki, onun ürəyində problem var. Əslində ürəyini yoxlatır, bir problem çıxmır və məlum olur ki, öddaş xəstəliyi ilə əlaqədar olan problemdir. Bu arıqlama prosesində daha çox yaranır bu öddaşları. Amma yırtıq yaranırsa, bu yırtığın hansısa bir dərman, deyək ki, bir məlhəm və yaxud da bir fizioterapi prosedur vasitəsilə aradan qaldırılması mümkün deyil. Xəstədə bir balaca, deyək ki, göbək yırtığı var, mütləq ona setka qoyulmalıdır. Elə bir şey yoxdur, yəni dünya protokollarında da.